Deməli, mötərizənin içərisini sadələşdirməliyik. Mötərizənin içərisini sadələşdirmək üçün, yəni müxtəsər vurmanı tətbiq eləmək üçün 2x plus 7 mötərizənin kvadratı. Birincinin kvadratı, yəni 4x-in kvadratı üstə gələk bir-birinə vurulmasının 2 misli. 2 vurulsun 2x vur 7. Üstə gələk bir də 7-nin kvadratı. Ardından 4x-in kvadratı da var. Çıxaq 4x-in kvadratı bərabərdir 21-ə. Bu tənliyi həll edək. Buradan 4x-in kvadratı, fikir versəz 4x-in kvadratı, bu da 4x-in kvadratı. Biri mənfidir, biri müsbət. Ona görə də bunlar bir-birini islah eləyir, gedir. Yəni 4x-in kvadratları artıq qalmır. Yerdə nə qaldı? Sadələşdirək. Bunları bir-birinə vuranda 28x plus 7-nin kvadratı 49 bərabərdir 21-ə. 28x bərabərdir 21 çıxaq 49-a. Yəni dəyişən olan ifadəni solda saxlayırıq. Rəqəm ədədləri isə sağ tərəfə yığırıq. 28x bərabərdir 21-dən 49-unu çıxanda mənfi 28. X-i tapmaq üçün mənfi 28-i 28-ə bölürük. Cavab qalır mənfi 1. Yəni B variantı. Növbəti baxırıq 3-cü suala. Ulduz işarəsinin yerinə elə bir hədli yazın ki, ulduz plus 12x plus 9 üç hədlisini iki hədlinin kvadratı şəklində göstərmək mümkün olsun. Bunu keçən səfərdə demişdim ki, bax burada 9-u görürsünüz. 9 elə bir ki, nəyinsə kvadratı formasında yazılmalıdır. Təbii ki, 3-ün kvadratı. 3-ün kvadratı. Üstə gələk. İndi bu 12x-i də aydındır ki, kvadrat formasında kvadratı şəklində göstərmək istəyiriksə, burada ortada nə olmalıdır? 2 vuraq olmalıdır. 2 vurulsun. Çünki düsturda necədir? A kvadratı plus 2ab plus b kvadratı. Baxın, a kvadratı plus 2ab plus b kvadratı. Yaxşı, bu b kvadratını 9 vasitəsilə düzəltdik. Yəni 3-ün kvadratı yazdıq. 2. Burada 2 var axı əvvəldə düsturda. Ona görə həmin 2-ni yazıram. 12x-in ikisi getdisə, nə qədər qaldı yerdə? Neçə yazım ki, 12x-ə tamamlansın? 2. 12 eləməsi üçün bizə lazımdır. Burada 6x olmalıdır. 6x. Yaxşı, bu 6x-in də axı 3-ünü buraya yazmışıq. 3-ün kvadratıdır, düzdürmü? Bunu da 6x-in özünü də 3-dən ibarət necə parçalayarıq? 2 vurulsun, 3x vuraq. Deməli, bir dənə nə lazım imiş bizə? 2 lazım imiş. 2 ki, 12-yə tamamlansın. Yaxşı, bizdə artıq bizə lazımdır. Bax, bu 2 ilə 3x var misalda. Çünki 3 var misalda. 2 ilə 3 də var. 2 düsturdadır, 3 də bizdə həmin bu 3-dür. Çünki 2 misli biri o olmalıdır. Yerdə qalır 2x. Deməli, burada 2x-in nə olmalıdır? Kvadratı. Bunu da sadələşdirəndə eləyir 4x-in kvadratı plus 12x plus 9. Deməli, ulduzun yerində 4x-in kvadratı. Ulduzun yerində 4x-in kvadratı olmalıdır. Dördüncü sualda. 2002-yə bölünən ifadəni göstərin. 2002-yə bölünən ifadəni göstərin deyirsə, indi burada əslində variant